yaxşılıq edirsən, deyirsən ki, hamının xəbəri olsun. Niyə istəyirsən xəbərin olsun? Çünki Allahın səni gördüyü sənə kifayət eləmir. Ya Allahın gördüyünü başa düşməmsən, ya da sənə kifayət eləmir. Sənin üçün cəmaatın bilməsi Allahın bilməsindən daha yaxşıdır, daha ləzzətlidir. Cəmaat bilsə zövq alırsan, Allah bilsə o qədər zövq ala bilmirsən. Allah bilsəydi, zövq alsaydın, cəmaat bilsəydi, nə edirdin ki, cəmaatın bilmək? Nəyəvə lazımdır cəmaat bilsin və ya bilməsin? Hələ bilsin, bilməsin bir qırağa qalsın, cəmaat biləndə narahat olardın. Deyirdin, ayda, pozuldu, ləzzət vermir. Allah bilirdi də, nə qəşəng idi, Allah bilirdi. Ayda, belə məyus olacaqsan, nə bildilər, xoşun gəlməyəcək. Deyir, o şey var idi, Ərdəbildə olub deyəsən, hadisə bilmirəm, hardasa olub, deyir, axunda deyir, bir nəfər gəlib, deyir ki, mən səndən bir dənə şərt kəsirik, pul verirəm sənə. Hər il cəmaat üçün odun al, kömür al, qışda paylayarsan, yoxsula, fəqirə filan azasa. Amma bir dənə şərtim var, öyrənə kimi heç kim bilməsin, mən verirəm. Deyir, axund 15 il cəmaat üçün belə elədi. Deyir, 3 ambar odun, kömür yığıb, 15 ilə 3 ambar olub. Bir nəfər gəldi bunun yanında, həmən o varlı, imkanlı adamı söydü Axundun yanında. Axund dözə bilmədi. Dedi, bəsdir bu tarih 15 ildir köməkli eləyən odur. Deyir, adam deyir, doğrudan deyirsən, nə doğrudan deyir. Deyir, getdi cəmaata, indi belə adamlar azətən cəfəng adam olur axı. Deyir, Axund bizi 15 ildə aldadır. Deyir, mən verirəm, sən demə, özü vermir. Filan varlıyım, cəmaatın dilinə düşür filan. Bu gedir ona deyir ki, bizi halal elə, sənin qeybət vermişik, bizi bağışla. Axund deyir ki, gecə ilə gəldi bizə. Nə insafsız adamsın. Qapını döydü, açdım. Gözləri dolub, nə insafsız adamsın. Nə eləmişim dedim mən. Niyə cəmaata dedin ki, mənə kömək edin? Dex, səni təhqir edirlər, səni söyürlər. Şərt kəsmişdi. Nə olursa olsun danışmayayım. Deyir, səhər xəbər gəldi, sübh namazında heç canım tapşırım. Cəmaat elədiyim yaxşılığı bildi, öldü. Çünki pozulur. Allah bilir, ləzzət alır. Kifayət edir, bəs edir. Adam bir şey eləyəndə bir dənə birinə yaxşılıq etsən isə 10 nəfər bilsin. Niyə? Çünki başa düşmürsən ki, bu işi Allah görür. Başa düşsən Allah görür, başqalarını göstərmək istəyir, sıfırlaşır. Əksinə, başqaları bilər.